şarlardan birində 1000 dollarlıq pul mükafatı var. Düz şar partlatsam 1000 dollar qazanacağam. Amma səhv şar partlatsam içindən çıxan challenge eləməli olacaq. Hər şarda müxtəlif bir-birindən zorlu challenge'lar var. İstədiyim zaman pes eləyə bilərəm. Videoya keçməmişdən öncə like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Herkese salam uşaqlar. Başa düşməyənlər üçün loru dildə videonu izah edeyim. Gördüyünüz kimi burada ne qədər şar var. Mən bu şarları bir-bir partladacağam. Şarlardan hər hansısa birinin içində bilmirəm hansıdır. Hansınınsa içində 1000 dollar yazılıb. Əgər onu seçsəm, bu çamadandakı 1000 dollar mənim olacaq. Başlayaq videoya. İlk olaraq göy şar seçdim. Oyda, indi bunun səsinin çıxmağı da var ha. Cəzamız görək nədir? Sen! Birinciden en çətin cəza 1 milyon Scoville acıya çıxdı. Geçdi uşaqlar, siftə deyə qardaşım. Siftədən onu... Keyfim çox pis oldu uşaqlar. Amma nə qədər iyi yazılmayıb da, bir spiska ucunda da yeyə bilərəm. Amma əlcəyimiz qalıb. Acını hiss eləməmək üçün kuxnada nə tapdımsa gətirdim ki, yiyim acının üstündən, çünki çox pisdir uşaqlar. Orkun Iştmakın acısıdır. Əgər videoya hələ də baxmamışsa, mən o acı ilə video çəkmişəm. Bugün Orkun Iştmakın sosunu 3 yaşlı körpəyə, Çox acıdır. 16 yaşlı uşağa, 25 yaşında gəncə və 45-ində olan yaşlıya yoxladacağıq. İstəsəz gəlib baxarsınız da. Cəzamız buradadır. Bezdim ha, bir Orkun Iştmaksa adamı ya mən. Nə qədər acı yemək olar ha. Bismillah, 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 bismillah. Başladıq. İnsan necə bilə-bilə özünü acı çəkdirər axı. Ağzımdan çıxan tüstüyə bax acını. Çox pisdir. Birincidən bu acı çıxmağı çox pis oldu. Videoya like atmağı, abunə olmağı unutmayın kanala. Ne olar Allah'ım? Çox pis şeylər düşməsin də. Xahiş edirəm. 1000 dollar da olmasa, heç olmasa çox da pis cəza olmasın da. Ha, düşdü. G yazılıb burada. Bu nə kağızdır belə mənə vermisiniz? Kardeşim! Sen her söz verler tek nədir? Bırak belə video olmur kardeşim. Belə video olur ala, belə video olur. Siz məzələrsiniz məndən. Ətək geyin nədir? Ala kişi də ətək geyinər uşaqlar. Yaraşdırırsınız yəni özünüzə siz mənə elə şey verməyi. Yox, aşağıdan çəkmə murtacı. Mənə elə cəza verməyi yaraşdırırsınız siz. Ətək geyin, yox bir. Mən siz üçün nəyəm? Mən ətək geyinin ala. Kız kıza gezelim bu gece. Camakumu da bağlayayım. Oh, sərin uşaqlar. Ətəyimizi də giyindik. Video belə davam eləmək istəyirəm uşaqlar. Nə sərinlədim. Acının istiliyindən sonra bu ətək yaxşı oldu əslində. Yəni ödül olmuş ola bilər də mənə. Pul hardadır? Pul çıxsın da. Bax bu nəsə içindəki belə kağızı parıldayır. Pul çıx. Aha, yaşıldır brat. Pul rəngidir brat. İstədiyim bir cəzanı eləmə! Yes! Yes! Ətəyim qalxır bırak, elə çəkmə. İstədiyim bir cəzanı eləmə. Uşaqlar, bu bilsiz nə deməkdir? Bundan sonra mən hər hansısa bir cəza düşsə, onu eləməyə bilərəm. Keçə bilərəm. İstəmirəm, keçirəm də, eləmirəm. Axır ki, yaxşı bir şey çıxdı mənə də. Merci. Bir dənə gedim podium gəzişi çəkdə məndə. Utandım. Elə benim pəncərədən adam baxdı, utandım uşaqlar. Sən fikirləşmirəm bu videoya biri 10-20 min adam baxacaq. Başqa. Acının təsiri hələ də keçmir. Dodağımın qızarmağından acının necə pis təsir edədiyini görə bilərsiniz. Hadi səndən gözləyirəm. Bax, səndə o pulu görürəm. O tərəf, hara düşdü ha? Kağız itdi uşaqlar. Hə, kağız oradaymış. Limonu üzünü turşutmadan ye. Mən limon normalda da xoşlayıram. Prosta üzümü turşutsam indi başdan başlayacağam limon yeməyə. Nə cəzalar? Bu cəzalar kim yazıb görəsiniz mi yazıb? Prosta uşaqlar hansı şarda hansı cəza olduğunu bilmirəm də. Bir dənə bıçaq verirəm. Limonu uşaqlar, üzümü turşutmadan yeməliyəm. Necə yeyim brat? Belə yeyim, dişliyimi yeyim. Üzümü turşutmadan yeməliyəm uşaqlar. O kameraya eləmək istədim. Getdik, bacaracağam. Ben turşutmayacağım. Baba, diqqət edin bax. Ala. Bir dənə ölkə var hamı ətək giyinir abi. O ölkədə bu normaldır məsələn. Şotlandiyadır. Kamera arxasında bir nəfər deyir İspanyadadır, biri deyir Şotlandiyadadır. Bu video bilsin nə videoda? YouTube'da çoxlu görürəm Azərbaycan YouTube'u niyə inkişaf eləmir adında videolar paylaşırlar. Və bu video o inkişafın göstəricəsidir. Yəni bundan sonra elə video çəkməyim çünki Azərbaycan YouTube'u inkişaf edir. Partladırıq uşaqlar, gəlin oturaq. Elə bir nənəm oturdu gözdə. Hə.
Hara düşdü? Ətəyimin altına düşdü. Yox, ətəyimin altında yoxdur uşaqlar. Bağlayım ətəyimi. Hə, diz qabağımdaymış, diz qabağımda. Gözünə Oreo qoy, əlini toxundurmadan ye. Bu qəşəng şeydir uşaqlar. Oreomuz buradadır. Gözümü üstünə qoyacağam. Əlimi tərpətməyəcəm, yeyəcəm. Ahmetcanın videosunu görmüşəm uşaqlar, bu görəvi deməyin ki, o eləyib deyəsən eləmsən. Mən onu çox sevirəm uşaqlar. Adam çox sevdiyini kopyalayır. Harda eləyim? Belə pis çıxmasın, ətəyim görsənməsin. Qoyuram. Bir saat buradayıq uşaqlar deyəsən. Ay gözümə girdi. Gözümə girdi. Biraz pis görüntü görə bilərsiniz. Çirkin deyiləm uşaqlar, kamera elətir. Hadi, hadi. Ah. Bu əsər mənim başıma oynasın. Hatta pul hardadır da video qutardı uje. Mənim hələ bir dənə cəza eləməmək haqqım var. Əla. Açılın partladıram. Növbət partladı bu. Deyəsən pul bundadır. Şort da həyətdə 1 dəqiqə dur. Siz mənim aşağımdan nə istəyirsiniz axı? Uşaq, bu cəzalar bilirsiniz nəyə görə seçilib? Sizin ən çox izlədiyiniz videolara əsasən seçilib. Mən şort ilə duranda siz necə izah edeyim? Hisslərimi izah edə bilmirəm uşaqlar. Ayda bu ətəyə də öyrəşmişdim. İndi bu ətəyi çıxardım mən. Uşaqlar bumuzda var. Donuram uşaqlar. Başladı da həyətdəyim başladaq. Başladıq. Getdi vaxt. Donuram işıq. Parıldayıram. Bizim işimiz arada yaradıram. Fərq edə bilməzsiniz. Qonşular indi çıxmasın çələ. İçi aradı. Deyin axı hardadır. Qutarda 17 saniyə dondum mən ha. Dondum. Qarışaqlar, qarda quruyub bir şey. Atıram sizə qarışaqlar. Ay üstümə dağıldı. Donum. Hələ 30 saniyəm qalıb. Bu şey kimi görsən ver, mikrofon da elə bir reperəm mən də qoşmuşam oxuyuram. Arada yaradıram fərq edə bilməz bunu dərk. 3 il aradı. Deyin axı hardadır. Bayaqdan buna görə mahnı oxuyuram uşaqlar, çox qəşəng görsən. Deyəsən 1 dəqiqə olanda da mən içəri gələ bilməyəcəm çünki donmuş halda olacam. Nəfəsimi tək. Dondum. Getdi. 1, 2, 3. Cəza düşdü. Aha. Açıl. Mən özümə ağda eləyəcəm. Uşaqlar, ağdamız buradadır. Sadəcə ağdanı biraz qızışdırmaq lazımdır. Mən bunları hardan bilirəm uşaqlar? Videolardan bilirəm təbii ki, səhv başa düşməyim. Başa burada səhv başa düşürəsi bir şey yox. Deyirəm, nə danışıram? Mən bu dəqiqə o 1000 dollar qazanmağın həyəcanındayam. Hara yeyəcəksiniz, kimə? Qolumu eləməyi düşünürəm çünki 50.000 kərə vales dedim videosunda. Ayağımı eləmişəm gördüyünüz kimi. Ayağım nə günə qalıb burada tüklər. Biri belə çıxır. Biri neftçilərin klubundən çıxır. Biri Əmircandan çıxır. Biri nə bilim hardan çıxır. Ona görə bu dəfə qolumu eləyəcəm. Bu arada 50.000 kərə vales dedim videosuna baxmamısınızsa onu da gelib kanaldan izləyə bilərsiniz. 5 saatlıq videodur. Videoda görsə ağ deyirəmişəm. Məsələn siz elə bilmisiniz ki, mən videoda boş-boşuna vales deyirəm. Amma mən videonun bəzi yerlərində müxtəlif sənzdə eləmişəm. Ağda belə eləmişəm. Çox şey eləmişəm yəni. İndi deyib spoiler verməyim, gedib özünüz baxarsınız. Bəsdir məncə. Nə bəsdir? Yapışdırıram. Kimdə artıq bunu? 3 2 1 Çıxdı uşaqlar. Qolum bu hala düşdü. Bu ağdalar da keyfiyyətli deyil bizim vaxtımızda. Sonra deyirlər Azərbaycan YouTube niyə inkişaf eləmir? Normal ağda yoxdur axı inkişaf eləsin. YouTube'un əsası ağdadan qoyulub uşaqlar. Mən yenə başladım gic danışmağa. Ona görə vaxt itirmədən şarpartda da. Bu qoluma yapışır indi. Yapışqan qaldı bura. Bunu qoyun bura. Mən deyəsən çox xoşum gəldi uşaqlar. Qoyun bunu bura, qoy üstünə salım yapışmasın. Yox, qoluma yapışmasın deyə deyirəm. Bundan öncə mən dolları gözləyirəm də. Niyə açılmır ha? Pas. Pas çox da önəmli bir şey deyildi. Pas da yəni eləməyəcəm bu cəzanı. Cəza çıxmadı da yəni. Mən istədiyim bir dənə cəzanı eləməməyə haqqım var idi uşaqlar. Gərək ağdanı eləməzdim, yadımdan çıxdı. Özü də ürəkli şardı. Mən gərək ilk başdan bunu partladardım. Ürəkli şardı. 100% bunun içindədir. Bu özü çox nazik şardı. Bunun səbəbi çox nazikdir. Bunu elə əlimlə qaqavız baba. Bir dənə pəhləvan var belə videolar çəkir. Görürsünüz qaqavızı, gücünü görürsünüz şarıb başı ilə partladı. Qaqavız hələ ayaq üstə dayana bilmir. Görək nə cəzamız var burada. Cəza deyil, çox da pis şey deyil. Butulkanı ard-arda 3 dəfə ard-arda atmalıyam. Bir dəfə atım mən 3 dənə qalsın qırağa. Mən bunu eləyə bilməsəm indi 1000 dollar uduzuram. Məzələrsiniz məndən. Bunu eləyə bilməsəm 1000 dollar uduzuram mən. İndi səhərəcəm mən buradayım. 1 qəşəng. Xəstəsən video YouTube'un ən uzun videosu olar ki, mən 3 dəfə bunu atmaq çalışsam. Geridə ataq uşaqlar. 1 2 Bunu partlatmadan bu birisi cəzayı keçə bilərəm.
Mənim şey haqqım var idi. İstədiyim bir şey eləməməyə haqqım var idi. Bunu eləmirəm. So. Görürsünüz uşaqlar. Hər şeyin bir yolu var da bu həyatda. Keçdik bu birsinə. Dəyərli əşyanı qır. Mən nəyəm süsün? Mən adamam qardaşım. Mən acı çəkmək üçün yaranmamışam. Mən YouTube-a başlayanda fikirləşmişdim ki, mən çoxlu pul qazanacağam. Mən özümə belə günə salacağam fikirləşməmişdim. Dəyərli əşyam elə qəşəng də hazırlayıb qoyublar bura. AirPods-umu qoyublar bura. Başqa dəyərli nəyim var? Butonum var. Amma o siz deyə. Orada güzgü var. Güzgüyə baxanda mən orada 100 min adam görürəm deyə onu heç vaxt qırmaram. Bunu qıraram amma. Bunu qıraram amma. Çəkic yoxdur. Partlamaz ha. İnşallah partlamaz. Hadi gəl də belə qırdım. Xoşbəxt oldunuz. Ala. Xoşbəxt oldunuz. Hey, dədəm vay. Sizsin bunu çölə də ataram mən. Mənim itim ağaclıqdan çıxıb. İnşallah tapıb bunu yeməz. Mama itim AirPods yeməz. Atıram. O iki yerə bölündü. Baxın uşaqlar, quruma çəkmirəm uşaqlar. Bir hissəsi də burada uşaqlar. Və hətta bu iki dənəsini də qoyuram yerə. Gördünüz? Sizə görə bunu da elədim uşaqlar. Əgər hələ də videoya like atmamısınızsa da küsürəm hamınızdan. Bəs mən nə edəcəm? Yolda nə mahnılara qulaq asacağam? Sizin də AirPods-unuz qırılıbsa, hər hansısa bir YouTuber başına belə bir iş gətiribsə və ya siz YouTubersizsə və ya yolda gedəndə cibinizdən düşüb itibsə, axır başa düşün, AirPods-unuz var idi, yoxdur. Nə edəcəksiniz? Instagrama girirsiniz. Axtarış yerinə yazırsınız ki, Pick the Store. Görürsünüz Pick the Store. Və görürsünüz, burada qəşəng qulaqcıqlar, falan, nə bilim, paltar, hər şey var bu səhifədə uşaqlar. Çatdırılmaları belə özüm edirəm. Yorumlarda yazırsınız, mən sənin nə olar təki görüm bir dəfə falan filan. Canım sıxmam uşaqlar, sevirəm sizi. Nə yaxşı varsa, əgər məni görmək istəyirsə, Pick the Store-dan hər hansısa bir əşya ala bilərsiniz. Sizə lazım olan əşya alın. Nə də məni görmək üçün gedib boş yerə şalvar almayın. Ala da bilərsiniz amma. Çox da uzatmayın, reklamı xoşlamıram. Özüm indi Pick the Store-dan qulaqcıq alacağam şəxsən. Bu nədir? Bu nədir? Nə olub? Dəlilər kimi düşmüşəm ortalığa. Lan nə qədər boş. Məncə də bunun içində olacaq. Məncə də sənsən. Sən mənim bu dünyadakı qurtuluşumsan. Təzə AirPods almağımın səbəbi olacaqsan. Bir qab qara əlini sal. Bu nə xiyar cəzalardır mənə verirsiniz. Nə tez xəstələndim uşaqlar, qara əl vurmayın, nə tez əlimi saldım bax. Əlimi saldım, üstünə də bir qar qoydum. Neçə saniyə falan yazdım. Ət isi gəlir uşaqlar. Marazika dərdlər var idi. Çox dondum. Qara ciyərim, böyrəyim zad atqaz verir bu dəqiqə. Mən hələ də 1000 dollar qazana bilməmişəm. Və səni açacağam. Səni görsən fərqli yanaşdım mən sənə. Səni partlatmadım. Səndə deşik açdım. Nə olar içində? Bu videodan sonra xəstələnəcəm. Dərmanımın pulu çıxsın. Uşaqlar video like atsa da çıxacaq. Prosta like atmırlar. Mən hər like-dan 1 manat qazanıram. Uşaqlar video like atmırlar. Mən onlar üçün bu qədər əziyyət çəkirəm. Amma sən bu gün məni varlı edə bilərsən. Buzlu suya başını sal. Rədd oluram. Pes eləyəcəm, gedəcəm. Amma biz heç vaxt pes eləmirik. Gördüyünüz kimi suyumuz buradadır. Sizə suyu necə göstərim? Lok eləyir bax. Necəsən? Dedi yaxşıyam, sən necəsən? Yo deyir, yuxularınızı gedin suya danışın. Deyəm o gündən yuxu görmüşəm. Əskərlikdən dostum gəlir. Biz də ondan maşından adam vurmuşuq. Uyda burasını paylaşırlar TikTokda zat. Gənc oğlan maşından adam vurub, amma əslində yuxu deyir. Maşından adam vurmuşuq. Sonra yolun qırağında bilinəsə də nə başa düşdün bu yuxudan? Çox qəşəng yuxudur. Bu buzdur, bu buzsan sən. Nə olar bundan sonra o atalar sözünü dəyişə eləyək ki, isti suya gedin yuxunuzu danışın. Lap da buzda olmağı üçün biz buna buz atmalıyıq. Uşaqlar, sizə görə mən nələr eləyirəm uşaqlar. Allah haqqı, dəyərim bilinmir uşaqlar. Həqiqətən Azərbaycan YouTube-unda heç nə demək istəmirəm. Sadəcə izləyin videonu. Dəyərim bilinir bu arada. Öpürəm sizi, çox qəşəng dəstəyirsiniz. İzlənmələr günü-gündən artır. Sadəcə gec kəşf edirsə məni. Daha çox adamı məni kəşf etmək üçün gedib dostlarınıza paylaşın bu videonu. Əlvi sal bax, soyuqdur bu. Bumbuzdur. Okeydir. Hətta sizə görə mən bura qar da atarım. Buzlu suya başımı soxuram. Ağda elədim özümə. Ətək giyindim. Dostumu satan ətək giyinsin dedilər. Mən dostumu satmadım, amma yenə də giyindim. Atamın ayaqlarını yuduğu onlaya mən başımı soxdum bax. Xahiş edirəm like atın uşaqlar. Mən bir də deyəsən mimik göstərə bilməyəcəm. Mimik alam getdi mən. Soyuqdan 1000 dollara haqq elədiyimi fikirləşirəm. Nə olar 1000 dollar çıxsın. Bir dənə saçımı da düzəldim. Ayda saçım yox idi. Saçımı da sizə görə kəsmişəm. Mən də sizə görə hər poxu yemişəm. Siz amma abunə olmursunuz uşaq. Çiğ yumurta da içmişdim bu arada Vales videosunda. Mən də Vales videosunda nə qədər şey eləmişəm. Onu da izləməmişsə, gəlib izləyə bilərsiniz.
Çiğ yumurta içəcəm uşaqlar. Öyrəşmişəm. Ha bir dənə podnos ver mənə. Uşaqlar sifətimi qaşında tutub. İnşallah tamın ayaqlarında mikrop yox. Bu boyda yumurta üçün podnos gətirmişəm uşaqlar. Ağını atıram, sarısını içəcəm. Nə elə bil. Sarısı bax içindədir uşaqlar. Öyrəşmişəm də, nəsə deyə də bilmirəm. Ya Allah. İndiyə qədər içdiyim ən pis yumurtaydı. Həqiqətən yoruldum. Bu ne prodüksiyon değil? Bizim bu kadar pulumuz var, bu kadar şey almış. Hakikaten qəşəng prodüksiyon qurmuşam maşallah. Görün nə qədər şey var. Bu arada burada it yazılı. İndiki itlərdə də geyləşmə gedirsən. Ne yaxşı balacadır. Götürdüm. Sonra yüzü gəlir, sən öyle. Bəlkə də ən dadlı şeydir dünyadakı. Heç vaxt yeməmişəm. Dadlı değil. Miau. Miau. Tapdım sənə bir dənə də ürəkli şar var imiş. Pəhləvanam. Tez 50 saqqız ağzıma al nədir? 2 dənəsinin gücündən ağzıma alıram, qaldı ayrı dənəsi. Burada da maşallah hərəsi ayrı-ayrıdır uşaqlar. Dirolun reklamı deyil bu arada. Bu videoya yaxşı like gəlsə, 10.000 falan like gəlsə, bu videonun meydança formasını eləmək istəyirəm, futbol meydançasını eləmək istəyirəm. Futbol meydançasını çoxlu şarla doldurmaq istəyirəm. Hərəsində də müxtəlif, bundan da maraqlı, bundan da çətin cəzalar. 10.000 like gəlsə amma. Hələ ki 10 dənə saqqızımız burada. Eyni anda atmalıyam deyəsən. 3, 4, 5, 6 saymıram da inşallah ki Dirol yalan danışmır. Amma mənim əvvəllər xəyalım idi belə çoxlu saqqız yemək. Mənim də xəyalam həmişə gic-gic olur. Kəş YouTube-da elə özəlliyi gəlsə biz danışa siz də var da canlı yayın var. 50 dənə saqqızımız özdə bəxtdən ağ-qara var indi burada. Ağzıma yerləşərək bu qədər prosta ki şişəcək boğul beləyərəm. İnşallah boğulmaram. Uşaqlar, ən tatını bu ola bilər. Tək. Çok qəşəng axı. Ağzımdan görünəcəyi gəlir. Qəşəng nə bilirəm, çünki ağzımda əzizdən saqqız var. Kanıma bax. Ağzından çok qəribə gəlir. Sən şampun gəlir. Alimlərin nesil daşlardığı o daş yer altından ilkinin ağzından süpür. Burada la. Hələ baba 2 dənə sizə belə göstərim. Bir dənə bu çeynənməyib. Bunu saxlayaq, çeynəyərik. Ay, gör nə qədər şarımız qalıb bizə. Buzlu suya başını sal. Bayaq elədim də uşaqlar. Bu nəsə serverdə bir dənə xəta olur. Ona görə səhv düşüb, eyb yoxdur. Bunda da nəsə var. Ya Allah. Puzzle düzəlt. Görəvim puzzle düzəltdi uşaqlar. Puzzle'ımız buradadır. Bu şəkil alınmalıdır. Tom və Jerry bu şəkil. Biz indi bir saat buradayıq çünki mənim IQ-m yoxdur uşaqlar. Bunu yerdə düzəldək uşaqlar. Çox böyükdür. Burada yerləşməyəcək. Uşaqlar, puzzle'ımız hazırdır artıq. 10 üzərindən puzzle'ıma puan verin uşaqlar. Ben Allah haqqı budur. Birinci siz oxuyun. Uşaqlar, oyuna belə davam edərəm. Eybi yox, bu lot çətindir. Yox. Uşaqlar. Açılmır, möhkəmdir. Qoluna elektrik qolbağı tax nədir? Qolumda kelepçə var onsuz. Bir qolumda kelepçə var. Bir qolumda ağda eləmişəm. Bir qolumda da elektrik qolbağı taxılacaq. Bu nə videoda? İndi pultla da basassan. Bas. Bu kimdir? Məzələnirsən. Fərqliyindən tuttum ki burada nəsə başqa şey var. Shit! Buradan görəsən nə çıxdı? Çox maraqlıdır mənə. Mənim əlim hələ də cəzaya öyrəşib. Krop giyin çıxdı. Krop giyin mənim əllərim də bağlıdır. Krop giyinsəm cəmaət səhv başa düşəcək. Kropumuz da buradadır uşaqlar. Girmir. İnşallah. Və $1000 axır ki çox uğraşlar sonucunda qazandım. Yes! Axır ki.
Yes uşaqlar, bu videoya like atmaq, kanala aşağıdan abunə olmaq qəti bir şəkildə unutmursunuz. Sizi çox sevirəm uşaqlar. Sizə görə mən hər şey eləyərəm ki, siz əyləncəli vaxt keçirdəsiniz. Canım sizə yaşı varsınız. Öpürəm. Getdik. Sən deyirəm bu videoya like atmalısın. Hə, bu dəqiqə hamı mənim podium yerləşmə eləməyimi gözləyir. Siz də gözləyirsiniz bilirəm. Uşaqlar podium yerişini təbii ki YouTube'a qoymadım. Instagramdan gedib izləyə bilərsiniz. Instagrama takip eləyin. Instagramdan mənə takip eləyin. Podium yerişi elədiyim videonu, Instagram kanalıma podium yerişi elədiyim videonu atmışam bu günlərə. Gedib oradan izləyə bilərsiniz. Sevirəm sizi. Sağ olun, salamat qalın. Sən atam gələr evə. Öpürəm sizi.